Turun maraqla gözlənilən oyunlarından biri Tovuzda baş tutdu. İki iddialı komanda, Neftçi və Turan Tovuz komandası üz-üzə gəldi. Hədəflər böyük olsa da Neftçi komandasında son dönəmlər xoş olmayan hadisələr baş verir. Komanda Tovuza baş məşqçisiz yollanmışdı. Samir Abbasov bilir ki, istefa verdi və onu müvəqqəti olaraq Sənan Qurbanov əvəzləyir. Əslində daha yaxşı oyun gözlədiyimiz halda düşünürəm ki, heç də o publikaya, o azarkeşlər oyununda, o təbii meydanda, o görüntülər qarşısında o istədiyimiz, arzuladığımız oyunu görmədik. Sənin ümumi bir oyun haqqında fikirlərin təbii ki, suallarda çıxarışlarımız olacaq. Sözün açığı, mən də xanım olan sənin fikirləri qatılıram. Yəni, oyundan gözləntilərimiz sözün açığı, mənim özümün oyunundan gözləntilərim bir o qədər yüksək deyildi. Amma buna baxmayaraq, yəni bu qədər də zəif, tempsiz, maraqsız, yəni ruhsuz, boşa gedən 90 dəqiqə gözləmirdim sözün açığı. Yəni, burada məncə biz oyuna baxsaq, oyunu iki hissəyə ayırmalıyıq. Necə? Biri, baş məşqçisi yenicə komandadan ayrılmış bir komanda, biri də ki artıq 2 ildir eyni komandada olan, yəni demək olar ki, eyni futbolçularla çalışan bir mütəxəssis Qurban Berdiyev. Yəni sözün açığı, yəni mən Turan Tovuz komandasını bu oyunda favorit gördüm və doğma meydanda, hansı ki Neftçi futbolçularında psixoloji durum bir o qədər də yerində deyil. Bundan fərqli olaraq isə Turan komandasında demək olar ki, vəziyyət ürəkaçandır. Yəni, hər şey idealdır. Komandanın hətta Bakıda bazası var. Tovuzda meydanı dəyişdilər, ot elədilər. Yəni, ideala yaxın bir ot meydança qurdular. Amma və lakin, yəni sözün açığı, mən Turan Tovuzdan belə oyun gözləmirdim. İndi Neftçini başa düşmək olar, yəni müvəqqəti olaraq Sənan Qurbanovu təyin ediblər. Yəni komanda oyunlara Sənan müəllim çıxardır. Yəni Neftçidən nə gözləyə bilərdin ki, bir o qədər və hansısa, necə deyərlər, belə fantastik bir nəticə qazanmasını gözləmək çətin olardı. Amma buna baxmayaraq, yəni sözün açığı, mən yenə deyirəm, oyun mənə çox məyus elədi. Yəni, oyunun bu qədər maraqsız keçəcəyini gözləmirdim. Amma burada məncə danışılası əsas məqam, yəni oyundan daha çox Neftçi komandasının hal-hazırdakı durumudur. Yəni, yəqin ki, məndən razılaşarsan. Yəni, Neftçi komandası demək olar ki, son 10 mövsüm deyək, birində çempion olub, məsələ Samir müəllimin rəhbərliyi altında və komandaya yüzlərlə futbolçu transfer olunub. Yüzlərlə. Amma elə biz verilişdən qabaq öz aramızda danışanda, yəni Neftçidə hansı futbolçu son 5 mövsümdə sizin yadınızda qalıb sualı verdim, xatırlayırsansa, yəni çox çətinliklə bir-iki futbolçu çıxartdıq. Bəli, yəni Samir Bulquni dedik, məsəl üçün Lavalı dedik. Yəni, bir-iki futbolçu, onlar da Neftçidən gedəndən sonra demək olar ki, yəni, ortadan itdilər. Yəni, burada bir sual məni maraqlandırır. Həqiqətənmi, bu son 5 mövsümdən götürsək, Neftçiyə bu qədər futbolçular transfer olunub da, düzdür? Və CV üzərində heç də pis futbolçular deyil. Yaxşı karyera. Yəni, CV üzərində həqiqətən də yaxşı karyeraya malik futbolçulardır. Amma sanki nəsə olur bu futbolçulara. Yəni, Neftçiyə gəldikdən sonra özdə böyük məbləğ qarşılığında bu futbolçular Neftçiyə transfer olunur. Böyük məbləğlər qarşılığında. Burada indi mən tutaq ki, çox fikirləşirəm ki, tutalım ki, problem məşqçidədir deyək, məşqçidədir və yaxud da problem rəhbərlikdədir deyək. Qardaş, başa düşdü, amma bu qədər futbolçu gəlib də Neftçiyə. Yəni, bu qədər futbolçunun içindən, yəni, heç olmasa 5 dənə futbolçu beləmi paralaya bilmədi. Yəni, bunun rəhbərliyə, məşqçiyə və yaxud da digər faktorlara bir dəxili yoxdur axı.